Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə bir məlumatla bağlı sizlə bir məlumatı paylaşmaq istəyirəm. Kö 05 ilə, Çanqan Kön 05 ilə bağlı. Özüm də neçə vaxt araşdırırdım, tapa bilmirdim. Axırda tapdım. Bu SD mikrokart olur, hansı ki bu gördüyünüz kamera yaddaşa yazmaq üçün və içində olan proqramları yazmaq üçün yaddaş kartı. Əvvəl 2024 modellərdə burada aşağıda olurdu. Bu ikisinin ortasında olurdu yeri. 25 modellərdə və restylinglerde artıq burada deyil. Demək, mikrokartın yeri indi sizə mən göstərəcəm hardadır. Demək, sərnişinin arkasında, bax görürsünüz, sərnişin oturan yerin arkasında burada, bilmem burada necə düşür. Sərnişinin arkasında burada belə bir görürsünüz yer var. Mən qapağını açmışam. Orada rezin qapaq olur. Onun da içində baxın, görürsünüz, burada mikrokart burada yerləşir. Üstündə gələn 8 GB-dır. Siz onu dəyişib, bağlayayım. Siz onu dəyişib 64'e qədər qoya bilirsiniz. 64'e qədər. Ancaq klası, yəni sürəti 10 veya ondan yuxarı. 8-64 arası kart qoya bilirsiniz. 8-64 arası kart qoya bilirsiniz. Gigabayt yaddaş kartı və belə deyim də 8-64 kart qoya bilirsiniz. Sürət isə, klası isə 10 və yaxud da ondan yuxarı. İstədim ki, bu məlumatı da sizdən paylaşam. Çünki neçə nəfərdən soruşurdum, internetdə araşdırırdım, baxırdım, tapa bilmirdim. Axırda sağ olsun bir Kitaylı qardaş, onun vasitəsilə öyrəndim ki, bu SD mikrokart harada yerləşir. Diqqətiniz üçün minnətdaram. Kanalımıza abunə olmayı, paylaşmayı unutmayın.